Ay Allah, mən balama baxın. Nə gözəl olub Elaiza. Elaiza, sən nə gözəl olmuşsan. Mən də belə çıxırıq. Siz neyinirsiniz burada? Kim var burada? Fatma bibi. Paka. Fatma bibiyə paka deyir. Elaiza'nın bugünkü stili. Palçıq eləmə qızım, xahiş edirəm. 2 dəqiqə təmiz qalaq. Məktəbə gedirsən Elaiza? Hə? Deyir. Sabahınız xeyir olsun. Biz evdən çıxdıq. Gedirik Nərmanova. Bu videonun ön hissəsində başqa bir video var idi. Orada da Nərmanova getmişdim. Oradan qaynanama paltar almışdım, amma dar olduğu üçün qaytarası olduq. Ona görə gedirik onu qaytarmağa. Həm də getmişkən Nərmanovda ləzzət şərəz var. Gedək dedik, evdə içinə qalmayıb bir neçə bir şey alaq, alış-veriş eləyək. Bu qədər. İndi sizi də özümdən aparacağım. Allah, açıq. Gedək. Toppuş deyib pişik, toppuş pişik. Salam ediyorum. Salam. Uşaqlar əslində klondan qorxur. Bu ancaq bu rəngdir deyəsən. Yox, burada da var əzim xala bax. Belə boz da var. Yox, o düymə. Krem də var. Material da qəşəng yumuşaqdır. Buna bax, qollarına. Benim ağ istəyirəm. Bilirəm, yəni ümumiyyətlə deyirəm, buna da baxa bilərsən, şeyi də qəşəngdir, materialı da. Bu rəngdə var Kənan, bu da qəşəng görsənir. Bir dəfə çəkmək yadımdan çıxmışdı, bura çox böyük bir mağazadır, hər şey var içində. Uşaq geyimlər də var. Burada Elazığ'a keçən dəfə paltarlar buradan almışdım. İndi bu da onu da bəyəndim, bu da onu almaq istəyirəm. Qəşəngdir. Bu rəng qəşəngdir, yoxsa Elazığ'ın əlindəki? Ver ona bir dənə göstərim. Yoxsa bu rəng? Sanki bu qabaqdakı daha yaxşı görsən. Ala. Bu neçə idi? 8 manat istəyirəm. Burada qiymətlər də uyğundur. Yəni istəsəz gəlib baxa bilərsiniz. Temu qiymətinə də əksər şey. Getmə. Ay qız. Bananımı yiyəcək quşlar. Bu da bananından verir. Gəldik, alış-verişlərimizi elədik. İndi də oturmuşuq, balıq ekmeği yiyəcəyik. Sonra da gedəcəyik evə. Evə gedəkdə görüşəcəm sizə nələr aldıq. Balıq ekmeğimiz gəldi. Ay, bu şeylərdə Elaiza da free yeyir. marketlərdə. Bu kaleska nə yaxşı, altı, üstü, hər yerini doldurmuşuq. Ümumiyyətlə deyirəm, kaleska yaxşı şeydir də, beş daşımaq üçün. Gəlin, nə almışıq? Onları göstərək. Gəlin, baxın, nə almışıq biz. Kənan özünə kofta alıb. Bunu bir dənə mən özüm almışam. Qalan hamısı ata balanındır. Yalan deyin şunu özünə. Pul var. Bu dəstə aldım Elazığ'a evdə giyinməsi üçün. Belə isticlidir. 7.80 idi səhv etmirəmsə dəstin qiyməti. Sonra bir dənə də beləsini aldıq. Evdə bunlar rahat olur, şortik marka kimi. Baxım onun şortikinə, şortiki də buradadır. Sonra bunu dayım qızına almışam. Rayona gedəndə aparacağam. Bunu Eluşa almışam. Sonra burada yenə Kənan müəllimin koftası. Bu eynidir bundan. Yox, yəni eyni modeldir. Sonra bu nədir? Bu eynidir ki, eyni şeydən almısan. 2 dənə ağ almışam ha. Hə, 2 dənə eyni alıb. Bir də belə kətan köynək alıb. Bunun qiymətləri neçə idi? Bu 19 manat nə qədər? Hə, bu 19, bu. Bu 8 nə qədər? Ha, bu əslində normal. Bu da 13. Qızım qışqırma da həyatım. Bu da 13 manat. Hə, onda bu deməli bundan deyil, fərqlidir. Qəşəng mübarək ilə xeyirli olsun.
Şöh, bulağa qoyaq, indi gedim çərəzlər eləyim. Sənə baxın. Ana sənə baxın. Ay Allah, sənə nə gözəl yaraşdı belə. Bəh, 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 bəh. Atanın gülü. Arxaya get biraz. Elə belə naski ilə giyindirərəm. Yaraşı belə Ayzaya. Bəh, bəh, bəh. İlk növbədə saçlarımı yığmaq istəyirəm ki, rahat işlərimizi görək. Qədimləri deyirəm. Paketləri qoyam bura. Ədəbi kağızı özülür. Önce sıxıb kağızı altına. Deməli qızlar, biz bugün 85 manatlıq çərəz almışıq. Nə almışıq? Birinci oları sizə göstərim. Bu arada qızlar, keçən dəfə kommentdə də gördüm, xanımlardan biri yazmış ki, səs problemi əsasda çöldə olanda. Mən telefonla çəkirəm. Kamera ilə çəkmək artıq rahat deyil. Çöldə olanda ümumiyyətlə rahat olmur. Amma kameradan telefon elədi ki, tez götürürəm, nəsə çəkmək lazım olanda üstündə olur, tez çəkirəm, ona görə rahatdır. Səsə görə əgər zəif gəlirsə, indidən üzürlü sayın. Tez-tez videolar gəlməyini istəyirsinizsə, belə telefonla çəkeyim. Deməli, belə inab almışam. Elazığ bunu xoşlayır, xurma deyir buna, elə bilir xurmadır. Sonra bu çayla içməyə, neydi bu? Badamın üstü şəkərli badam, ondan almışam. Sonra bu işıq, günəş gedib gəlir. Deməli belə, sonra belə mango qurusu almışam. Sonra neydi bu? Düyülərdən hərəsindən yarım kilo aldım. Dedim, yoxluğunu görüm necə çıxır. Düzü, mən bunları qarışdıracağım çox güman. Onda dadı daha yaxşı olur. Anam həmişə elə eləyir. 300 düyü almışam. Fərqli bunlar. Üçüncü. Sonra biraz kişmiş aldım. Ağ kişmiş, qara kişmiş. Yine qaynatam gətirmişdi. Sonra qara gavalı almışam. Biraz mərci almışam. Araqis almışam. Sonra keçək. Limon duzu lazım idi. Uzaqdan elə birinci pesovda, bizim abla pesov da satırlar. Amma limon duzuymuş. Elə lazım idi. Limon duzu götürmüşəm. Badam. Əri almışam biraz. Sonra püstə aldıq. Qiymətlər uçur. 55 manat, 66 manat idi bunun kilosu. Biz alma 35 manatlıqdan 10 manatlar almışıq. Bunu Elazığ xoşlayırına görə aldıq. Sonra keju aldıq, qovrulmuş və qovrulmamış. Qovrulmamışından Elazığ verəcəm. Sonra xorma almışıq. Əriyi almışıq. Bu şirin əriydi bu, amma o birisi turş əriydi. Onu mən xoşlayıram, bu birisini Elazığ xoşlayır. Yine qovrulmuş və qovrulmamış badam almışam. Xorma almışam, xorma. Bizdən yenə xorma. Bu bahalıydı deyə bundan 100 qram almışam. Bu boyda şey, gördüğünüz kimi bu boyda şey 2.55 tutub. Neyse, bu boyda alışverişə 85 manat verdik. Allah cibimizi dolu eləsin, hamımızın ürəyimiz rahatçılıqla gedib alaq, xəşləyək, boğazımızdan heç vaxt kəsməyək. Amin. Özümüzə də onu hazırlayırım, sizə də. Bu qədər. İndi bunları qəşəng yerinə yerləşdirelim. Bu bizə ən belə şey 2 ay gedir. 2 aydan sonra yenə inşallah gedib bazarlıq edəyək. Sizdə belə bazarlıq eləyəndə nə qədər gedir və ümumiyyətlə siz bir dəfəyə bu qədər gedib alırsınız və uzun müddət istifadə edirsiniz, yoxsa az-az gedib alırsınız. Düzdür, mən bu əksəriyyətini həmişə az-az alıram, amma məsələn 3 cürə almışam ki, baxaq dadına, fərqli olsun. Bəziləri bahadır, amma bəziləri də uyğun qiymətli. Əksəriyyətini uyğun qiymətlərdən seçməyə çalışmışam. Baxıram, bayaqdan üzüm düşməyib. İndi biraz kameranı yuxarı qaldırdım ki, üzüm də düşsün. Belə plasmas qablar var idi evdə. Əslində çoxunu tullamışdım, indi 3 dənə tapdım. Fikirləşdim ki, bunların içərisinə qoysaq daha yaxşı olar. Bəlkə xurmaları qaçışdırım, bir yerə qoyaq. Əslində burada bilən qaynatam qonaq gələndə xurma almışım. Bəlkə elə bunların xurmaların hamısını bir qaba yığım. Görün buraya yerləşəcək.
yerləşir, onu bura tökün. Bəlkə bunun buğusu qaba yeyim. Bu xurma bura yaxşı yerləşmədi, ona görə bunu plasmas böyük qabım var, ona yerləşdirirəm, tökürəm. Əslində mən həmişə xurmaları yuyub qoyurum, amma bu dəfə fikirləşdim, həm çox vaxt gedəcək. Yığın plasmas qaba istifadə elədik böyüklərəm. Ən yaxşısı məncə olur. İndi çox vaxt getməyini istəmirəm. Bunu bura qoydum. Qapağını da bağlayıb qəşəng. Yerləşdi. Bu birinci qabımız. Qoyaq burada qalsın. Sonra keçək bura. Bunun içinə əyləri qoyum. İki çeşit əriyi də bura yerləşsə, bura qoyum. Əla. Bunu bir yerə qoyuq. Hazır olanları bu tərəfə yığaq. Bunları da götürüm, sonra zibilci yox olaraq istifadə edəcəm. Sonra bunun içərisinə gəlin xurma yığaq. Evet, bunun içərisinə rahat yerləşdi. Bunu da qoyaq bura. Yine plasmas qab götürdüm. Bu plasmas qabı Trendyoldan almışdım, amma heç beğenmedim, çox hoşuma gəlmədi. Qapaqları çünki yaxşı bağlanmır. Bunu Instagramda paylaşmışdım. Buzluq üçün almışdım, amma qapaqları xoşuma gəlmədi. Bundan 2 dənə götürək, 2-3 dənə. Yox, Eliza da yeyər, süfrəyə də qoyarıq. Sonra nəyi tökək? Fikirləşək baxaq. Buradan qavalını. Qavalını da buna tökək. Qavalını da bura yığdıq. Sonra keçək. Baxın nə var burada. Çərəzləri hamısını bir qaba yığıb qoymaq istəyirəm. Ona görə onu hepsi plasmas qaba qoyaram. Fikirləşəm bura kişmişi yığım. Daha kişmişdən alt kişmişi qatsa qoysam iyi olar. Hepsi olmaq istəyirəm. Qalanını da bu hissədən tutarım. Bir dənə belə böyük plasmasdan çıxartdım. Bunu da içərisinə yığım qoyarım. Evdə bizdə qoz fındıq var. Bilirsiniz, biz qatlayıq. Ona görə bizdə qoz fındıq problemi yoxdur. Amma qabıqlıdır, onları qırmaq lazımdır. Onları da qırıb bura əlavə edəcəm. Hələ ki, bunları aldıqlarımı bura tökürüm. Amma bu da balaca olur. Biz bir dənə çıxaraq ən yaxşısı. Buna da buradakıları tökərək qarışdıraq. Bu axırıncı badamı da qaçışdırım. Bu duzlu badamı deyirsən. Biraz buna tökərəm. Biraz da buna tökərəm. Görün qapaqları bağlanacaq. Qırıqlarını götürüm. Çox səs salırlar. Qulaqlarını bağlayın. İndi bunları qutarandan sonra hamısını şkafa birlikdə yerləşdirək. Sonra axırıncı qaba da bu aldığım mangoları tökək. Bu qədər bunu da əlavə elədim. Ağzını bağlayaq. Yerinə yerləşdirək. İndi düyüm qaldı burada. İçərisinə bu dəfnə yarpağından atmışam. Amma təzəlicə eşitdim ki, sarımsaq da atanda o balaca cücülər içərisinə girmir. Çünki artıq bezmişdim. 2 dəfə mən bu qaba təmizləmişəm, sərbəyə salmışım. Yəni o böcəklər gəlirdi. İndi bunları tökək. İndi bu dəfnə yarpağı eləyəndən amma gəlməyib. Deyirlər ki, sarımsaq da qoyanda heç bir böcək içinə girmir. Yəni istəsəz onu da yoxlaya bilərsiniz.
Bunun içərisində azlardan aldığım düyü var idi. Bir balaca görsel qalıb. Onun üstündən tabaqda yeyəcəm. 3 düyünü də qaçışdıraq. Bu dəfə də belə yoxlayaq görək necə çıxır dadları. Əslində ona görə hamısını əlavə eləməzdim. Üçü də buraya yerləşməyəcək. Əslində bu 1 litrdən çox tutur, səhv eləmirəmsə. Mən də bunları yarım kilo almışam, amma dibində də var idi düyü. Bunun yarısını əlavə edeyim. Məncə belə yaxşıdır. Şimdi bunun altını bağlayayım, qarışdırım. Üçü də bir-birinə qəşəng qarışsın. Və mərci. Şimdi də mərcini boşaltaq bura. Bununla da işlərim bitir. Sonra tez buranı səlbəyə salım, gedim Elazığımı yaptırım. Yox, vaxtı qaçır və axır vaxtda çox gec yatır. Əvvələ həmişə saat 9-da artıq yatırdı. Bir neçə vaxtda ki, saatları qarışır. Bizim üçün də narahatçılıq olur, özü üçün də. Yoxsa qarışanda narahat olur. Burada şkafların hamısını düzəcəm. Bura mənim çərəz şkafımdır. Burada görürsünüz ləkə var, o yağ kimi ləkədir. Ora bilməm nə qoymuşam, heç cürə getmir. Onu gəlib nəsə bir fərqli bir şeylə yoxlayayım. Bunları da qoyaq. Bunlar ağırdır, bunları tək-tək qoyacağım. Peki bunlar. Bunları da buradan qoyaq. Yadımdan çıxıb, bunları da qoyayım. Hələ açmamışam deyə, bunları çoxdan almışam. Çoxdan deyəndə, yəni keçən dəfə gedəndə almışdım, amma hələ qutardım deyə açmamışam. Bunları da bura qoyum, bu qədər. Buranı bağlayayım. Bugünlük bu qədər. Mən işlərimi qutardım. Bugün çox güman vlogu davam elətdirə bilməyəcəm, çünki çox yorulmuşam. Axşam da tədbirim var, ora getməliyəm. Gedim biraz Elazığımı yatdırım, istirahət edeyim, yemək hazırlamalıyam. Amma dediyim kimi çox güman video çəkməyəcəm, çünki yorulmuşam. Növbəti vloqlarda görüşmək üzrə. Özünüzə yaxşı baxın. Kanalıma abunə olmağı və videonu da bəyənməyi unutmayın.